Salam. Yaxın bir neçə dəqiqə ərzində dövlət xidmətləri sahəsində baş verən yeniliklərdən, statistik göstəricilərdən daha ətraflı məlumatınız olacaq. Əvvəlcə anonslara nəzər salaq. Ötən həftənin statistikası, nə qədər müraciət cavablandırıldı? Hansı ölkənin yüksək vəzifəliləri Asan Xidmət Mərkəzinə gəldilər? Asan Xidmətdə təcrübədə olan Oxford tələbəsi milli brendimizlə bağlı nələri dedi? Bilik Karvanı aksiyası nə vaxta qədər davam edəcək? Ötən həftə Asan Xidmət mərkəzlərinə 255.781 müraciət qeydə alındı. Asan kommunal mərkəzlərinə edilən müraciət sayı 11.292 oldu. 47 səyyar xidmət göstərildi. 108 çağı mərkəzinə edilən müraciət sayı 17.799 oldu. Ötən həftə ərzində vətəndaşlara 10.604 viza verildi. Asan ödəniş vasitəsilə 186.431 ödəniş həyata keçirildi. Qırğız Respublikası Ali Məhkəməsinin sədr müavini Nurlan Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Asan Xidmət Mərkəzinin fəaliyyəti ilə tanış olub. Görüşdə qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış Asan Xidmət Mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verilib. Milli brendimiz olan Asan Xidmətin intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb. Görüş zamanı Asan Xidmət təcrübəsinin Qırğız Respublikası ilə paylaşılması istiqamətində əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb. Qonaqlar ölkəmizin dövlət xidmətləri sahəsində olan qabaqcıl təcrübəsini yüksək qiymətləndiriblər. Həmçinin görüş çərçivəsində qonaqlar İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar Asan Xidmətin və Abad Publik Hüquqi Şəxsin fəaliyyəti ilə də tanış olublar. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Oxford Universitetinin Blavatnik İdarəçilik Məktəbinin tələbəsi üçün təşkil olunmuş yay təcrübə proqramı başa çatıb. Əsas məqsəd dövlət xidmətləri sahəsində Asan Xidmət təcrübəsinin öyrənilməsi, əldə olunan bilik və təcrübə əsasında elmi işlərin hazırlanmasıdır. Təcrübə proqramının yekununda Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Oxford tələbəsi ilə görüşüb. Görüş zamanı təcrübə proqramının nəticələri, Asan Xidmət modelinin dövlət idarə etməsində rolu, dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmalar və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Slovakiyalı tələbə Azərbaycanda olmaqdan və Asan Xidmətdə təcrübə keçməkdən məmnunluğunu ifadə edib. Proqram çərçivəsində əldə etdiyi təcrübənin onun akademik və gələcək peşəkar fəaliyyəti baxımından əhəmiyyətli olduğunu qeyd edib. Proqram çərçivəsində tələbəyə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar edilib və regional Asan Xidmət mərkəzinə səfər həyata keçirilib. Asan Könüllüləri Təşkilatının Asan Məktub sosial proqramı çərçivəsində Bilik Karvanı aksiyası davam edir. Bravo Marketlər şəbəkəsi ilə birgə əməkdaşlıqla baş tutan və 15 sentyabr Bilik gününə həsr olunan aksiyada vətəndaşların dəstəyi ilə 6-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək. 10 sentyabr tarixinədək davam edəcək aksiyada vətəndaşlar Bravo Marketlər şəbəkəsinin 20 yanvar və Koroğlu filiallarında qurulmuş xüsusi güşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər. Layihə boyunca Azərbaycanın bir çox bölgəsində 200-dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq. Xatırladaq ki, Asan Məktub sosial proqramı çərçivəsində indiyədək 11 mindən çox uşağın arzusu reallaşdırılıb. Belə, missiyamız xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır. Bu və ya digər maraqlı faktları, faydalı məlumatları, gündəm xəbərlərini qaçırmamaq üçün Asan TV-nin sosial media səhifələrini mütləq izləyin.